Salam, növbəti dərsimiz Azərbaycan tarixindən Qaraqoyunlu dövləti olacaqdır. Qaraqoyunlu dövlətinin yaranmasında əsasən 4 tayfa iştirak etmişdir. Bunlar, qeyd etməliyəm ki, Ağacərilər tayfası. Ağacərilər 5-ci əsrdən Azərbaycan ərazisində məskunlaşmağa başlamışlar. Monqolların yürüşü zamanı isə onlar Xalxal bölgəsini və onun ətrafını idarə edirdilər. Digər tayfa Türkmen tayfaları. Türkmen tayfaları 7-ci əsrdən Azərbaycanda məskunlaşmışlar. Növbəti tayfa isə Sədlilərdir. Sədli tayfası əsasən Naxçıvan və Sürməli bölgəsində yaşayırdılar. Dördüncü isə bunlar Baharlılardır. Baharlı tayfası Qaraqoyunlu tayfa ittifaqında, həmçinin də Qaraqoyunlu dövlətinin yaranmasında əsas pay sahibi olan bunlardır. Səlcuqlu dövlətinin süqutundan sonra Oğuz türklərinin siyasi və hərbi gücünü itirmiş oldular. Lakin ardınca isə Oğuzların yenidən güc olaraq ortaya çıxması üçün şərait yaranmışdır. Bu hansı şərait idi? Monqolların bu bölgədə zəifləməsi və həmçinin də Əmir Teymurun müsəlman türk aləmini birləşdirə bilməməsi nəticəsində Oğuzlar yenidən fürsət əldə etdilər ki, güc olaraq ortaya çıxsınlar. Qaraqoyunlu tayfaları Oğuz boylarından idilər. Monqol yürüşləri zamanı Oğuz boylarında olan Qaraqoyunlular istəyirsə Ağqoyunlular qərbə doğru, yəni şərqi Anadoluya doğru sıxışdırılmışlar. Qaraqoyunlu bəyliyi 14-cü əsrin ikinci yarısında və 14-cü əsrin xüsusilə 70-ci illərində yaratmışdır. Qaraqoyunlu bəyliyinin yaratıcısı Bayram Xoca idi. 14-cü əsrin dediyim kimi 70-ci illərində mərkəzi Van şəhərində. Daha sonra Bayram Xocadan sonra Qara Məhəmməd bu bəyliyin başçısı olur. Qara Məhəmməd isə 14-cü əsrin ikinci yarısında mərkəzi Van şəhəri olmaqla Qaraqoyunlu tayfa ittifaqını yaradır. Qara Məhəmməd həmçinin öz gücünü möhkəmləndirmək üçün Cəlali Sultan Əhmədlə ittifaq olur və Əmir Teymurla mübarizə aparır. Lakin bu faydasız olur. Əmir Teymura qarşı mübarizədə Qara Məhəmməd və onun müttəfiqi Cəlali Sultan Əhməd ciddi bir uğur əldə edə bilmirlər. Daha sonra gəlir Qara Yusif. Qara Yusifin hakimiyyət dövrü iki yerə bölünür. Bir onun Qaraqoyunlu tayfa ittifaqının başçısı kimi, bir də Qaraqoyunlu dövlətinin hökmdarı kimi. Qara Yusif 1389-cu ildən 1410-cu ilə qədər Qaraqoyunlu tayfa ittifaqının başçısı olur. Qara Yusif nə edir? Onu əsasən Azərbaycandakı hakimiyyəti ələ keçirmək yolunda 3 əsas rəqibi var idi. Teymurilər, Cəlalilər və Ağqoyunlular. Qara Yusif atası Qara Məhəmməd kimi Cəlali Sultan Əhmədlə ittifaq bağlayır. Lakin Əmir Teymura qarşı 1394-cü ildə Bağdad döyüşündə məğlub olur. Bağdad döyüşü 1394-cü ildə olub. Cəlali Sultan Əhmədlə Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif. Bu ikisi məğlub olurlar. Əmir Teymur qalib gəlir. Məğlub olandan sonra onlar Osmanlı Sultanı İldırım Bayəzidə sığınırlar və bu da Osmanlı mövzusuna qeyd etmişdim ki, məhz elə İldırım Bayəzidlə Əmir Teymurun düşmənçiliyin səbəblərindən biri də bu idi. Ardınca isə Misirə gedir bu iki dost. Lakin Əmir Teymurun istəyi üzrə Misir Sultanı bu ikisini həbs edir. 1405-ci ildə Əmir Teymur öləndən sonra isə bunlar həbsdən çıxırlar. Həbsdən çıxandan sonra Qara Yusif və Cəlali Sultan Əhməd Azərbaycan taxtı olan Təbriz şəhərinə gəlirlər. Lakin bu zaman Təbriz sözsüz Teymurların hakimiyyəti altında idi. Lakin burada bir döyüş olur. 1406-cı ildə Naxçıvan yaxınlığındakı Araz çay sahilində döyüş olur. 1406 kimlər arasında? Teymurilər dövləti ilə Qaraqoyunlu ittifaqı. Bu zaman isə Qaraqoyunlu ittifaqının başında isə Qara Yusif dururdu. Qara Yusif parlaq bir qələbə qazanır. Bunlar arasında növbəti döyüş olur. 1408-ci ildə. Yenə də Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif və digər tərəfdə isə Teymurlərlə. Bu döyüş isə 1408-ci ildə olur. Döyüşün adı isə Sədrud döyüşüdür. Sədrud döyüşündə Qara Yusif bir daha qalib gəlir. Teymurun oğlanları olan oğlu Miranşahı öldürür və Teymurun nəvəsi olan Əbbəkiri ikinci dəfə məğlub edir. 1408 Sədrud döyüşündə. Və bununla da Qara Yusif Teymurları Azərbaycandan qovur 1408-ci ildə. Daha sonra isə köhnə dostu olan Cəlali Sultan Əhmədlə düşmən olur. Bu düşmənçiliyin səbəbləri var. 1. Cəlali Sultan Əhməd Qara Yusifin Teymurlar üzərində qələbəsindən narahat idi. Bir növ Cəlali Sultan Əhməd Qara Yusifin Azərbaycandakı artan nüfuzunu istəmirdi. Üçüncü səbəb isə bunlar Həmədan yaylaqlarını öz aralarında bölüşdürə bilməmişlər. 1410-cu ildə bunlar arasında döyüş qaçılmaz oldu. 1410-cu ildə Təbriz yaxınında Əsəd döyüşü olur. Əsəd döyüşündə Qara Yusif qalib gəlir, Cəlali Sultan Əhmədi öldürür və bununla da Cəlalilər dövlətinin varlığına son qoymuş olur. Qeyd etməliyəm ki, bayaqdan izah etdiyim bütün məsələlər ta
Əsəd döyüşü daxil olmaqla bu Qaraqoyunlu dövlətinə daxil deyil. Şagirdlərimiz ən çox burada səhv edirlər. Qaraqoyunlu dövləti məhz Əsəd döyüşündən sonra yaranır. Əsəd döyüşü ilə Qara Yusif qalib gəlir, Cəlalilər dövləti süqut edir, Cəlalilərin azından hakimiyyəti bitir və səhərsi gün isə paytaxt Təbriz olan Qaraqoyunlu dövləti yaranır. Qaraqoyunlu dövlətinin mövcudluğu 1410-cu ildən 1468-ci iləcən olmuşdur. Artıq Qaraqoyunlu tayfa ittifaqının başçısı olan Qara Yusif dövlət başçısıdır. Onun hakimiyyəti 1410-1420-ci illərdə olmuşdur. Qara Yusif dövlət qurur, lakin o özünü yox, oğlu Pirbudağı sultan elan edir 1410-cu ildə. Və bununla da Oğuzların siyasi hakimiyyəti və hərbi hakimiyyəti yenidən Azərbaycanda bərqərar olur Səlcuqlardan sonra. Bu dövlətin ərazisi isə Şərqi Anadolu, Kür çayına qədər ki Azərbaycan əraziləri, yəni Kürdən cənubda, həmçinin İranın qərbi hissəsi və Əcəm İraqı Qaraqoyunlu dövlətinin tərkibinə daxil edir. Qara Yusif islahatlar keçirir, hərbi islahat keçirir, öz hakimiyyətini möhkəmləndirmək üçün soyurqal, xidmətə görə soyurqal torpağını verir. Qara Yusif dövlət yaradından sonra isə ardınca Şirvanşahlar dövləti ilə müharibə edəcək. Şirvanşahlar dövləti ilə Qaraqoyunlu dövləti arasında müharibənin səbəblərini 1. Şirvanşah hökmdarı İbrahim Dərbəndi Əsəd döyüşündən əvvəl Qara Yusifin düşməni olan Sultan Cəlali Əhmədə yardım etməsi. 2. Hətta Şirvanşah İbrahim 1407-ci ildə Gürdü Çarını məğlub edib öz hakimiyyətini oraya yayır. Digər 3-cü səbəb isə Qara Yusif İbrahimə təslim məktubu göndərir, İbrahim isə buna rədd cavab verir. Və 1412-ci ildə Kür döyüşü olur. Bu artıq Azərbaycan tarixində qeyd etməliyəm ki, 4-cü Kür döyüşüdür. İlk Kür döyüşü eradan əvvəl 66, ikinci Kür döyüşü 662, 1405 Kür döyüşü və 1412. 1412-ci ilin Kür döyüşündə tərəflər. Bir tərəfdə Qaraqoyunlu hökmdarı Qara Yusif, digər tərəfdə isə Şirvanşah İbrahim Dərbəndi və onun müttəfiqləri Şəki hakimi Seyd Əhməd, Gürcü Konstantin. Bu döyüşdə Qara Yusif parlaq qələbə qazanır. Hətta İbrahim Dərbəndini əsir götürür və onun pul qarşılığında azad edir. Beləcə Qara Yusif öz hakimiyyətini Kürün şimalına yaymış olur. Yəni Şirvanşah hökmdarı İbrahim Dərbəndi Qara Yusifdən vassal asılılığını qəbul etmiş olur. Ardınca isə 1420-ci ildə Teymurilərin Azərbaycana, daha doğrusu desək, Qaraqoyunlular üzərinə yürüş olur. Bu zamanki isə Teymur hökmdarı Şahruq idi. Teymurilərlə Qaraqoyunluların müharibəsinin yeni mərhələsi başlayır. Bunun səbəbləri nə idi? Teymurilər Qaraqoyunluların Azərbaycandakı hakimiyyətinə qəbullanmaq istəmirdilər. Həmçinin Qara Yusif Teymurilərin əlindən Sultaniyə və Qəzvin şəhərlərində tutub almışdır. Qara Yusif Teymur Şahruqla döyüşməyə hazırlaşan zaman özü vəfat edir. Hakimiyyətə Qara İskəndər çıxır. Qara İskəndərin hakimiyyəti 1420-1436-cı illərdə olmuşdur. Qara İskəndər taxta çıxan kimi Teymur Şahruqla müharibə edir. Teymur Şahruq isə Azərbaycan eşidəndə müttəfiqlər tapır özünə. Bunlar kimlərdir? Şirvanşah 1-ci Xəllullah və Ağqoyunlu tayfa ittifaqının başçısı Qara Osman bəy. 1421-ci ildə Teymurilər dövləti ilə Qaraqoyunlular dövləti arasında döyüş olur. Alaşkert döyüşü. Alaşkert döyüşündə Teymur Şahruq qalib gəlir. Beləcə Qaraqoyunlu hökmdarı İskəndər Şahruqdan asılılıq qəbul edir və bununla da Teymurlərin Azərbaycanda növbəti hakimiyyət dönəmi başlayır. Lakin qeyd etməliyəm ki, Teymur hökmdarı Şahruqun atası Teymurdan siyasəti fərqli idi. Teymur həm tutduğu ölkələrdən xərac alır, vergi alır, həm də orada qoşun saxlayırdı. Lakin Şahruq tutduğu ölkədən yalnız xərac almaqla kifayətlənirdi, ordu saxlamırdı. Ardınca 1435-ci ildə Teymur Şahruqun yenidən Qaraqoyunlular üzərinə yürüş olur. Bu dəfə Təbriz döyüşü olur 1435-ci ildə. Təbriz döyüşü yenə eyni tərəflər arasında. Qaraqoyunlu hökmdarı Qara İskəndər və Teymur hökmdarı Şahruq. Şahruq yenə qalib gəlir, amma bu dəfə o Qara İskəndəri bağışlamır, onu taxtdan atır. Və Qara İskəndərin kiçik qardaşı Cahanşahı hakimiyyətə gətirir. Cahanşahın hakimiyyəti 1436-cı ildən 1467-ci ilə qədər. Demək ki, Cahanşah bir növ Teymur hökmdarı Şahruqdan hakimiyyətini qəbul edib, yəni onun asılılığını qəbul edib taxta çıxır. Cahanşahın hakimiyyətini iki qismə ayıra bilərik. 1436-cı ildən 1447-ci ilə qədər. Teymur hökmdarı Şahruqdan asılılıq dövrü 1447-dən 1467-ci ilə qədər isə tam müstəqil dövrdür. 1447-də Şahruq ölür. Artıq Cahanşah tam müstəqil olur. Cahanşahın
daxili və xarici siyasəti. Ölkə daxilində nələr edir? Ölkə daxilində o dövləti gücləndirmək istəyir. Bunun üçün nə edir? Hərbi islahat keçirir, eyni ilə Qara Yusif kimi. Həmçinin ölkə daxilində köçəri əmirlərlə mübarizə aparır. Köçəri əmirlərlə mübarizə aparan zaman isə onun əsas müttəfiqi oturaq feodallar və iri tacirlər idi. Həmçinin Şirvanşahlarla Qara Yusif zamanının olan gərginliyi aradan qaldırır. Ağqoyunlarla müharibəni davam etdirir, amma ciddi bir uğur əldə edə bilmir. Həmçində qeyd etməliyəm ki, Cahanşah Osmanlı dövləti ilə dostluq əlaqəsi saxlayır. Həmçinin Cahanşah qeyd etməliyəm ki, Ərdəbil hakimlərlə müharibə aparır. 1463-cü ildə Samur döyüşündə Cahanşah Şirvanşah hökmdarı Xəllullahla ittifaq olaraq Ərdəbil hakimi Şeyx Cüneyd üzərində qələbə qazanırlar. Bir daha deyək, hökmdar Cahanşah hərbi islahat keçirir, dövlətin gücləndirmək üçün köçəri əmirlərlə mübarizə aparır. Bu işdə o ittifaq olur oturaq feodallarla və iri tacirlərlə, Osmanlı dövləti ilə xarici siyasətdə dostluq əlaqəsi qurur, Şirvanşahlarla gərginliyi aradan qaldırır, Ağqoyunlarla müharibəni davam etdirir, Ərdəbil hakimləri üzərində qələbə qazanır. Hətta Cahanşah 15-ci əsrin 50-ci illərində Teymurilərin daxilindəki çəkişmələrdən istifadə edərək əraziləri genişləndirir. Belə ki, 15-ci əsrin 50-ci illərində Cahanşah Əcəm İraqı, Qum, Yəz, İsfahan bölgələrini tutmuş olur. Hətta 1458-ci ildə Cahanşah Teymurilərin paytaxtı Herata yürüş edir və Heratı tutur 1458-1459-cu ildə. Lakin o Heratda olan zaman onun oğlanları Pirbudaq və Həsənəli Təbrizdə və Bağdadda üsyan qaldırırlar. Onlara dəstək olan qüvvələri var idi. Sözsüz kim olar? Şahrux ölkə daxilində kimlərlə mübarizə aparırdı? Köçəri əmirlərlə. Həmin o köçəri əmirlər hökmdar Cahanşahın ölkədə olmamasından istifadə edərək onun iki oğluna qarşı dəstək olurlar, beləcə üsyan qalxır. Ona görə hökmdar Cahanşah 1459-cu ildə Teymur hökmdarı Əbu Səidlə müqavilə imzalayıb barışıq, tez geriyə qayıtmalıydı, üsyandan yatırmalıydı. Beləcə 1459-cu ildə Herat sülhü olur. Teymur hökmdarı Əbu Səidlə Qaraqoyunlu hökmdarı Cahanşah. Şərtinə görə Teymur hökmdarı Əbu Səid Cahanşaha təzminat verir, pul verir. Beləcə Cahanşah geri qayıtır. O geri qayıtıb oğlanların üsyanını Təbrizdə və Bağdadda yatırır. Lakin Cahanşah əsas azındakı düşməni olan Ağqoyunlar üzərində qələbə qazana bilmir. 1467-ci ildə Muş döyüşü olur. Ağqoyunlu tayfa ittifaqının başçısı olan Uzun Həsənlə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah. Cahanşah məğlub olur və öldürülür. Bununla da Qaraqoyunlu dövlətinin süqutu sürətlənir. Süqut etmir. Niyə? Çünki sonuncu hökmdar taxta çıxır Həsənəli. Həsənəlinin hakimiyyəti 1467-1468. Həsənəlinin isə hakimiyyətinə yenə Ağqoyunlu tayfa ittifaqının başçısı Uzun Həsən 1468-də Təbrizi tutur və bununla da Qaraqoyunlu dövləti süqut etmiş olur. Əsas qeydlərimiz nədən ibarətdir? Biz bilməliyik ki, Cəlari dövləti ilə Qaraqoyunlu dövləti üzə gəlməyib. Cəlari dövləti ilə Qaraqoyunlu tayfa ittifaqı üzə gəlmişdir. Həmçinin qeyd etməliyəm ki, Qaraqoyunlu dövləti ilə Ağqoyunlu dövləti də üzə gəlməyib. Qaraqoyunlu dövləti ilə Ağqoyunlu tayfa ittifaqı üzə gəlmişdir. Çünki Qaraqoyunlu süqut edib, daha sonra Sərsüqün Ağqoyunlu dövləti yaranıb. Eyni ilə də Cəlari dövləti süqut edib, daha sonrası Sərsüqün Qaraqoyunlu dövləti yaranmışdır. Həmçinin qeyd etməliyəm ki, Qaraqoyunlu dövləti vahid dövlət deyildir. Şirvanşahlar onlardan vassal asılılığını deyiblər. Həmçinin qeyd etməliyəm ki, qalibiyyətli müharibələrlə yaranmışdır. Həmçinin qeyd etməliyəm ki, Qaraqoyunlu dövlətinin paytaxtı Təbriz şəhəridir və Qaraqoyunlu dövlət olaraq mübarizə aparıb. Teymurilərlə, Şirvanşahlarla, Ağqoyunlu tayfa ittifaqına, Ərdəbil hakimləri ilə müharibə aparmışdır. Qaraqoyunlu həm tayfa ittifaqı, həm də dövlət zamanında isə müharibə aparmışdı. Təbii ki, Teymurilər və Şirvanşahlarla. Və bununla da Qaraqoyunlu dövləti mövzusunu bitirmiş olurum.